Yaz aylarında hansı vitaminlər qəbul edilməlidir? Həkim ən vacib dördünün adını açıqlayıb. Baxaq görək hansı var və eyni zamanda siz də şərhlərdə mütləq qeyd edin. Ümumiyyətlə yazda vitamin qəbul edirsinizmi? Hansılarını? Amma unutmayın ki, çalışın həkiminiz, öz şəxsi həkiminiz sizə məsləhət görmədən nə dərmanın dozası, nə də nə vaxt qəbul eləmək lazımdır. Həmin o saat intervalını öz başına etməyək. Çünki orqanizmə uyğun olan vitaminlərin qəbul edilməsi həkim tərəfindən mütləq nəzarət olunmalıdır. Sponsor Saf Hospital. Yazda qəbul edilməli 4 ən vacib vitamin. Həkim yazda orqanizmə lazım olan vitaminlərin adlarını açıqlayıb. Mart ayı ərzində virus xəstəliklərinin, soyuq dəymə və ağır kəskin respirator infeksiyon yoluxmalarının sayı artır. Qida rasionumuzda kifayət qədər vitamin olmadığını nəzərə alsaq, orqanizm vitamin və mineral çatışmazlığından məhz bu ay əziyyət çəkir. Rusiyalı həkim-terapevt Yuliya Etlis yazda qəbul edilməli ən vacib 4 vitaminin adını açıqlayıb. İlkin olaraq terapevt sağlam immunitet və enerji üçün D vitamini qəbul etməyi məsləhət bilib. İkinci sırada orqanizmin zəhərli maddələrdən qorumaq və hüceyrələrin çoxalmasına dəstək üçün həkim vitamin C-ni qəbul etməyi tövsiyə edir. B qrup vitaminlər də qəbul edilməli əlavələr siyahısındadır. Stress və gərginlikdən qorumaq, yaz depressiyasından qurtulmaq üçün ən yaxşı vitamin kompleksi məhz budur, deyə həkim bildirib. Həkim sonda yazda qəbul edilməli vitamin siyahısına maqneziumu da əlavə edib. Maqnezium rahat yuxu, sakit əsəblər və ayaqlardakı yorğunluq, ağrı hissini aradan qaldırmağa kömək edər deyə həkim bildirib. Yuliya Etlis bu vitaminləri qəbul etmədən dozaları və saat intervalını təyin etmək üçün mütləq öz həkim terapevtinizlə məsləhətləşmənizi tövsiyə edir.